Öncə ölkəmizdə mənzil bazarındakı qiymətlərə nəzər salaq. Son 5 ildə ümumi artım 50%-ə yaxınlaşıb. Əgər 2023 və 2024-cü illərdə qiymət artımı 9-10% olubsa, 2024 və yola saldığımız ildə isə artım 12-14% arasında dəyişib. Daşınmaz əmlak qiymət artımına məruz qalırsa, tikinti materiallarının bahalaşması qaçılmazdır. Yaxud əksinə, tikinti materiallarında qiymət artımı varsa, bu mənzil qiymətlərinə təsir edir. Qiyməti formalaşdıran sıralamada isə sement, armatur, kərpic, daş və taxta ilk sıralarda yer tutur. Daşınmaz əmlak bazarında qiymətlərin yüksəlməsinə səbəb həm də dünya bazarında taxta və tikinti materiallarının qiymətinin artmasıdır. Qiymət artımı əsasən təklifin aşağı olması və yaz mövsümünə hazırlıq ilə izah olunur. Şimali Amerikada zavodlarda istehsalın azaldılması və bağlanmalar Britaniya Kolumbiyasının bəzi bölgələrində xammal çatışmazlığı da bazarda təklifi aşağı salır. Digər tərəfdən, taxta materiallarının bahalaşmasının bir səbəbi mövsümi amillərlə bağlıdırsa, digər səbəbi Rusiya ilə əlaqədardır. Doğrudur, Rusiyanın meşə materiallarına dünya bazarında ciddi məhdudiyyət yoxdur, lakin logistika problemlərinə görə məhsulun bazara çıxması ləngiyir. Eyni vəziyyət Cənubi Amerika ölkələri və Asiya regionuna da aiddir. Dünyanın ən böyük taxta istehsalçısı Amerika Birləşmiş Ştatlarıdır. Dünyanın digər iqtisadi qütbü sayılan Çin ikinci yerdə qərarlaşıb. İlk üçlük Braziliya ilə yekunlaşır. 4-cü və 5-ci sıralarda Rusiya və Kanada gəlir. Təbii ki, dünya bazarındakı hər bir dəyişiklik daxili bazarda dərhal özünü göstərir. Taxtanın 1 kub metrinin qiyməti 350 manat, taxta lövhələr isə 35 manatdan təklif olunur. Hansı ki, hər birində bir ay bundan əvvəl qiymət 20-30 manat daha aşağı idi. Real müştəri olanda da endirim eləyirik. Bugünkü günü alver yoxdur. Taxtanın hal-hazırda 1 kub metri 320 manatdır. Yaxın günlərdə 5-10 manat artım gözlənilir. Ölkəmizə bu növ məhsullar əsasən Rusiya, Belarus və Türkiyədən ixal olunur. Ötən il ixalın həcmi 2774 ton, dəyəri 3 milyon 290 min dollar təşkil edib. 2025-ci ilin sonu ilə 2026-cı ilin əvvəllərini biz müqayisə etsək, hardasa qiymət artımı 5-10% arası həm dikslərdə, həm taxta materiallarında rast gəlinir. Bu qarşıda da davam edəcək. Yəni, mart ayında qiymətlərin daha da artması gözlənilir. Mövsümi olaraq tikinti prosesinin aktivləşməsi də bu artımı şərtləndirir. Hesab olunur ki, segmentin ixal rüsumlarından azad edilməsi və yerli istehsalçıların dəstəklənməsi qlobal amillərin yerli bazara təsirini azaltmış olar. Elnarə Həsənova, Fəzail Kamalov, AzTV xəbər.